Bu məclisin təşkil olunmasında başda Kərbəla şəhri olunmaqla, həmçinin arada sırada xidmətdə olurlar, mərsiyə deyiləcək, noxoxlanacaq, inşallah, məddahın, həmçinin siz əzizlərin gəlmişsiniz bu məclisdə iştirak edirsiniz, özünüzün səlamətliyi üçün, həmçinin bunlar ki, əziyyət çəkiblər məclisə təşkil ediblər, onların da səlamətliyi üçün əmvatın ruhuna salavat şükürlər. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bütün müşküllərimizin həll olması, hər nə müşkülümüz varsa aradan getməsi üçün salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Kərbəla şəhidləri, öz şəhidlərimizin haqqında salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. İltiması dua edən xəstələrimizin, mənzuriyyət xəstələrimizin, qazilərimizin şəfa tapması üçün salavat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Sabbaha lillahi ma fis samavati vel ard ve huvel azizul hakim. Sabbaha lillahi ma fis samavati vel ardi ve huvel azizul hakim. Lehu mulkus samavati vel ardi yuhyi ve yumit ve huve ala kulli şeyin kadir. Lehu mulkus samavati vel ardi yuhyi ve yumitu ve huve ala kulli şeyin kadir. Huvel evvelu vel ahiru vel zahiru vel batinu ve huve bi kulli şeyin alim. Huvellezî halakas semâvâti ve arda fî sitteti eyyâm. Huvellezî halakas semâvâti ve arda fî sitteti eyyâmin thumme istevâ alel arş. Ya'lemu ma yelicu fil ardi ve ma yakhrucu minha ve ma yanzil
وما ينزل من السماء وما يعرج فيها وهو معكم أينما كنتم وهو معكم أينما كنتم والله بما تعملون بصير له ملك السماوات والأرض وإلى الله ترجع الأمور وإلى الله ترجع الأمور يولج الليل في النهار ويولج النهار في الليل وهو عليم بذات الصدور آمنوا بالله ورسوله وأنفقوا مما جعلكم مستخلفين فيه فالذين آمنوا منكم وأنفقوا لهم فالذين آمنوا منكم وأنفقوا لهم أجر كبير صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله آله الأطهار صلوات اللهم صل على محمد وآل محمد إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل على محمد وآل محمد Cil faracahum. Kərbəlayı Vaqif əzzimiz Quran tilavət elədi, özünün ailəsinin salamatçılığına xatir, ömrünün elminin daha da bərəkətli olmasından ötəri və dünyasını dəyişmiş ata-babalarının, ənvatlarının istirahəti ruhuna xatir salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed.
Seyyid-i Şühada, şəhidlər sərvəri İmam Hüseyin əleyhissalam başda olmaqla, cəmiyyən şəhidləri, xüsusən torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş igid, cəsur, qəhrəman şəhidlərimizi salavatla yad eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. İltiması dua eləyənlərimiz var, xəstəsi olan, müşkülü olan, sıxıntısı olan, xüsusən bu günlərdə bir valideyn övladının sıxıntısı ilə bağlı iltimas elər ki, məsciddə dua eləyin. O qardaşımız başda olmaqla cümləsinin həllə rəvə olmasına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Dünyanın hər tərəfindən olduğu kimi ölkəmizdən də, vətənimizdən də bir çox İmam Hüseyin əleyhissalamın aşiqləri Ərbəyin yolundadırlar. Axundumuz, əzizimiz Hacı Eldağ qardaşımız başda olmaqla cümlə Ərbəyin zəvvarlarının salamatçılığına salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Övlad arzusunda olan ailələrimiz var, xüsusən iltiması dua eləyənlər başda olmaqla, nəzərimizdə olanlar başda olmaqla, cümləsinin tezliklə əməl salih övladları olmasına xatir salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Əsgərlərimiz vətənin keşiyində, sərhəddə, səngərdə salamatçılıqlarına xatir, sükan arxasında əyləşən cümlə sürücülərin salamatçılığına xatir, zindanlarda olan məhbusların, xüsusən mömin qardaşlarımızın, müşküllərin həll olub tezliklə cismani azadlığa qovuşmalarına xatir salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Auzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri və yassir li amri və ahlul uqdatan min lisani yefqahu qavli. Bismillahirrahmanirrahim. Və yəqulullazina kafaru lavla unzila alayhi ayatun min rabbih innəmə anta munzirun və likulli qavmin had. Sadaqallahul aliyyul azim. Allahın salamı olsun, əziz, dəyərli, möhtərəm məscidimizin əhli, mömin qardaşlarımız, bacılarımız, bizi eşidən, səsimizi eşidən, bizi dinləyən, izləyən hər bir kəs cümləmizin üzərinə. Allahdan diləyimiz budur ki, bizləri bağışlamamış bu dünyadan aparmasın. Allah günahlarımıza əf, dualarımızı müstəcəb qərar versin. Allah bizləri həm bu dünyamızda, həm axirətimizdə Peyğəmbər, Ali Peyğəmbərin yolunda sabit qədəm olan, sabiq, sadiq tərəfdaşlarından qərar versin. İnşallah, əzizlərim, əvvəldə qeyd etdiyim kimi, mən bir qısa moizəni tamamlayana qədər də Samir qardaşımız gələcəkdir. İnşallah, öz gözəl səsi ilə məclisimizi zinətləndirməyə. Mən Quran-ı Şərifin Rəd surəsinin 7-ci ayəsini tilavət etdim başlanğıc söhbətin əvvəlində. İnşallah elə Ərbəyin söhbəti ilə, Ərbəyin günləri ilə bu ayənin ikisini bir yerdə bir qısa açıqlama verməyə çalışacağım. Ənənəvi olaraqdan bizim o çox eşitdiyimiz, çox danışdığımız söhbətlərin çalışacağım ki, da burada hamı əlhəmdülillah mömin insanlar, məscidə gələn, ibadətdən, Ərbəyindən xəbər olan insanlardır. Bəzi məsələlərin üstündən keçməyə çalışacağım ki, biraz çox vaxt məsələsinə görə çox vaxtı uzatmayaq, belə deyək. Ərbəyin bugün artıq dünyanın hər tərəfindən olduğu kimi vətənimizdən də İmam Hüseyin aşiqləri, İmam Hüseynin Ərbəyin yürüşünə qoşulubdular. Saysız, hesabsız insanlar. Bu yürüyüş, bu gediş, əzizlərim, adi bir yol getmək deyil, adi bir yürüyüş deyil, adi bir, sadə bir məsələ deyil bu yürüyüş. Bu yürüyüş, Peyğəmbər əleyhissalamın
və onun ailəsinin, övladlarının, əhl-i beytinin eşqi ilə atılan addımlardan ibarətdir. Bu yürüyüş Allahın yaratdığı məxluqat içində Allahın ən üstün varlıq təyin etdiyi insanın Allaha doğru, haqqa doğru, ədalətə doğru, Peyğəmbərə doğru, imama doğru, ən nəhayət, ən sonda bunların cəmləşdirərək bir yerdə Allaha doğru atılan bir addımlardır. Eyni zamanda bu yürüyüş, bu addımlar batilə qarşı atılan addımlardır. Zalıma qarşı atılan addımlardır. Haqsızlığa qarşı atılan addımlardır. Bu addımlar elə-belə addımlar deyil. Sadə, gündəlik həyatımızda, işə, məscidə, evə, ora-bura gedib gəldiyimiz addımlar kimi bir addım deyil bu addımlar. Allah bizlərə də burada oturan cəmbaşlı olmaqla arzusunda olub ora getməyən, cümləmizə də o addımları məhz o yerdə Nəcəfdən Kərbəlaya qədər atmağa bizlərə nəsib eləsin. Bu addımlar insanların özündən asılı olmayaraqdan, insanların fitrətində qərar verilmiş mənəvi bir məsələnin göstəricisidir, əzizlərim. Bu addımlar keçmişi bizə xatırlatdığı kimi, gələcəyi bizə göstərən addımlardır. Keçmişlə gələcək vəhdət təşkil eləməlidir. Bu addımlar keçmişdə olan İmam Hüseyin əleyhissalamı və onun timsalında Allahın həqiqi dinini gələcəkdə bizlərə gətirib bərpa edəsi İmam Zaman əleyhissalamla bir bağlıq təşkil edən addımlardır. İmam Hüseyinlə İmam Zamanın bir-birinə bağlayan addımlardır. Xatırlayırıq biz bunu, mövzələrdən, xutbələrdən çox eşitmişik böyüklərimizin dilindən bu sözü. İmam Zaman əleyhissalam gələndə inşallah görmək bizlərə də nəsib olsun. Kürəyin söyküyüb Kəbə evinə bəşəriyyətə səslənəcək. Deyəcək, ey insanlar, mənim cəddim Hüseyindir. Mən susuz qətlə yetirilən Hüseynin övladıyam. Mən canını sizlərin hidayətiniz üçün fəda etmiş Hüseynin övladıyam. Bu nidalar səslənəcək İmam Zamanın dilindən. Burada bir incə məsələyə mən toxunmaq istəyirəm, əzizlərim. Məhz İmam Hüseyinlə İmam Zamanın bağlılığına. Zamanında İmam Hüseyini insanlar yaxşı tanımadılar. Onun ətrafında cəm olmadılar, birləşmədilər, onu qətlə yetirdilər. O qətlə yetirilməklə insanlara hidayət yolunu göstərdi. Hidayət yolunu göstərdi. Məhz İmam Zaman əleyhissalam insanlara hidayət yolunu göstərməkdən ötürü İmam Hüseyin əleyhissalama söykənəcəkdir ki, ey insanlar, bütün hər bir şeyini, malını, canını, övladını, nəyi varsa hər bir şeyini vermiş Hüseyin sizi hidayətə dəvət etdiyi kimi, mən də bu gəlişimlə sizi hidayətə dəvət edirəm. İndi burada bir incə məqam göstərir özünü. Axı bilirik ki, bizim əqidəmizdə var ki, İmam Zaman əleyhissalamın gəlişi bəşəriyyətin nicatı deməkdir, bəşəriyyət üçündür. Bunun üçün İmam Hüseyini bütün bəşəriyyət tanımalıdır.
Bütün bəşəriyyət bilməlidir ki, bu gələn şəxs səsləndirdiyi Hüseyin kimdir? Mən burada xeyli məndən yuxarı yaşı olan ağsaqqallarımız, əyləşənlərimiz var. Mən də biraz da özümü cavan nəsildən hesab eləmirəm. Ruhən cavan hesab eləsəm də, amma artıq yaş öz için görür. 50-dən yuxarı getdinsə da bəllidir hər şey. Heç cavanları da mən deyirəm. Ta xatırlayaq bir 15 il bundan əvvəl İmam Hüseynin, Ərbəyinin, Aşuranın nə cür tanındığını cəmiyyət yer şurasında. Biraz o tərəfə gedək. 20 il ondan əvvəl necə tanınmışdı? 50 il ondan əvvəl necə tanınmışdı? Zaman etap İmam Hüseyin artıq Allahın təyin etdiyi o məqama doğru insanların atdığı addımların göstərir. Bəşəriyyət artıq İmam Hüseyini tanımağa başlayır yavaş-yavaş. İmam zaman o zaman gələcək ki, bütün dünyanın hər bir yerində kimliyindən asılı olmayaraqdan hər bir şəxs İmam Hüseynin adını tanıyacaq. Ən azından adını eşitmiş olacaq. Haqqında məlumatı olacaq. Baxmayaraq ki, bütün oxlar hamısı ora doğru tuşlanıbdır. Nə qədər ki, batil oxlar var, hamısı Kərbəliyə tuşlanıbdır bu saatı, bu dəqiqə, bu saniyə. Amma Mevlamız demişdi axı bu sözü. Əleyhissalam buyurmur ki, görsəniz ki, bütün oxlar hara tuşlanıb, bilin ki, haqq oradadır. O oxlar nə qədər tuşlansa da, nə qədər gərilsə də, nə qədər atılsa da, heç bir təsir qoymur. Bax, günümüzdə özümüzdən götürək. Gör, ətrafımızda, cəmiyyətimizdə, ölkəmizdə nə qədər İmam Hüseyin əleyhissalama, Ərbəyinə, Aşuriyə dil uzadan insanlar var, danışırlar. Amma getdikcə də bu məsələlər daha şiddətlənir, daha rövnəqlənir. Bax, bu günləri, mən bu mütaliə zamanında bir qardaş mənə bir göstərdi, belə bir balaca olaraqdan, sosial şəbəkələrin birində. Hansısa Avropa məşhur universitetlərdən birinin professorudur. Xristiyandır. Başlayıb İmam Hüseynindən danışmağa. Yəni, bunun özü artıq bizə göstərir ki, İmam zamanın zuhurunun hazırlanmış, zuhurunun gəlişi üçün zəmin hazırlanır yavaş-yavaş. Özün göstərir bunlar. Biz fərqinə varsaq da, varmasaq da, çoxumuz fərqinə varmırıq. Ola bilsin bir balaca təfəkkür eləyəndə fərqində oluruq bunun, müəyyən məsələlərlə. Amma əksəriyyətimiz fərqinə varmırıq. Biz fərqinə varsaq da, varmasaq da, Allah öz nurunu tamamlayacaq və o nurun da tamamlanmağı üçün zəmin lazımdır. O böyüklərin bir sözü var, deyir, zaman, məkan, şərait. Bu 3 dənə məsələ lazımdır. Bu 3 dənə məsələ yavaş-yavaş öz işindədir. Öz işini görür, görməkdədir. Bunun üçün məhz bu Ərbəyin yürüyüşünün, Ərbəyin məclislərinin çox böyük rolu var, əzizlərim. Eyni zamanda o batil tərəf ki var, dil uzadan batil tərəf. Fikir verirsiniz siz, televiziyalarda, radiolarda, sosial şəbəkələrdə, yəni müasir texnik əsrdə hər bir vasitə var. Görürsünüz, üzr istəyəm ifadəmə görə, dünyanın hansısa bir yerində boş, mənasız güya festivallar keçirdirlər. Üzr istəyəm ifadəmə görə dönə-dönə. Bir dəstə adam yığılır ona, bir-birinə portağal atırlar, bir-birinə pomidor atırlar, bir-birini vedinin su tökürlər başına. Bütün dünya hamısı filan yerdə festival keçirildi deyə reklam olunur hər tərəfdə. Və onların hamısı çalışırlar ki, bu Ərbəyin yürüyüşü 100 kilometrə yaxın bir məsafədir, arada boşluq yoxdur. İnsanın bir ucu Nəcəfdədir, bir ucu Kərbəladadır. Hələ o şaxələrə mən toxunmuram. Kazımeyndə, Samirədə, Kufədə, Bağdadda o şaxələrinə toxunmuram mən. Milyonlarla insanın bu yürüyüşünün çalışırlar ki, kölgədə saxlayalar. Gör, bir dənə televiziyada, bir dənə sosial şəbəkədə, indi o təbliğat edən möminləri demirəm, bunlar öz yerində. Bir dənə bu məsələyə toxunan var, bir dənə bu məsələni maraqlanan var. Təbii ki, maraqlanırlar, amma gizlində maraqlanırlar, düşmənçilik niyyəti ilə maraqlanırlar.
Amma mümkün deyil bu. Günəşin özünü palçıqla sulamaq olmaz, əzizlərim. Bizim məşhur bir atalar sözümüz var. İmam Hüseyin əleyhissalamın ərbəyin məsələsi elə belə məsələ deyil. Bəşəri bir məsələdir. Qlobal bir məsələdir. Müasir dillə desək, beynəlxalq bir məsələdir. Elə ki, həman məsələ mən toxunam indi. Bu təbliğatlar ki, öz-özünə ki gedir ha. Mən bunu Allah ömrünə, elminə daha da bərəkət versin. Dünyanın ən məşhur, ən alim müstəhidlərimizdən olan Sistani ağanın adından eşitmişəm mən bu sözü. Heç ağanın deməyinə ehtiyac da yoxdur. Elə özümüz də baxırıq da. Gör İmam Hüseyin əleyhissalamın ərbəyinə getməyi, aşura məclislərə keçməyi, insanlara təbliğat eləyirlər heç bir yerdə. Heç bir kəsə təbliğat eləyən yoxdur. Hətta mən bunu mətbuatdan qarşıma çıxdı mənim. Bir neçə illər bundan əvvəl, təxminən bir 7-8 il bundan əvvəl, hac mövsümü yaxınlaşanda Məkkədən, Mədinədən bir dəstə heyət gəlirlər İraqa, Kərbəliyə, Nəcəfə. İmam Hüseyin şiələrin böyüklərinin, alimlərinin yanına gəlirlər, onlarla görüşməyə ki, bəs milyonlarla insanın qarşılanması, yola salınması, onları evlə təmin olunması, yataqla təmin olunması, yemək içməklə təmin olunması, bunları nə cür təşkilatçılıq eləyirsiniz? Biz də bir götürək, öyrənək, bir təcrübədən keçirdək, Məkkədə, Mədinədə gələn zəvvarlarımızı. Deyir, qardaş, bunu heç kim təşkil eləmir ki. O 100 kilometrdən artıq məsafədəki dirəklər, çadırlar, xeymələr qurulubdur. Kimiz harada istəsə yatır, dincəlir. Kim harada gəldi, oturur, yeməyin yeyir, suyun içir, çayın içir, yeməyin yeyir. Bunu bir dənə rəhbəri edən şəxs yoxdur. Hərə öz evindən gəlir, hərə öz içindən gəlir, hərə özün addımı ilə gəlir orada, o işi görür orada. Elə bunun özü insanlar üçün bir dəlildir, bir sübutdur ki, bu elə belə balaca bir məsələ deyil. Hə, bir dəstə insan getdi, Nəcəfdən Kərbəliyə qədər piyada getdilər, Əhl-i Beyti xatırladılar, xanım Zeynəbin müsibətlərini xatırladılar, İmam Hüseynə salam verib dönüb gəldilər. Xeyr. Ab-hava başqa bir şeydir. Bu ab-havanı duymaq istəyənlər, daha doğrusu bu ab-havanı bilən insanlar istəmirlər ki, cəmiyyət insanlar duysun o ab-havanı görsün. İnanın mənə, bu tarixdə var bu məsələ. Dəfələrlə insanlar olubdur ki, Ərbəyin yürüyüşündə, Kərbəla ziyarətində, oralarda gelib görəndə heç bir kəsdən danışmadan, söhbət eləmədən, təbliğat olmadan İslam dininə gəlib, məhz İmam Hüseyin zəvvarlarına qoşulub ibadətə gələn, İslama gələn insanlar olubdur. Ab-hava başqa bir şeydir. Ab-hava başqa bir şeydir həqiqətən də. İndi mən o əvvəldə bir ayə oxudum söhbətimin əvvəlində ki, demək Rəd surəsinin 7-ci ayəsini bir qısa olaraqdan oxudum. Allah buyurur ki, Auzubillahi mineşşeytanirracim, Bismillahirrahmanirrahim və yəqulullazine kəfəru. O kafir şəxslər, o şəxslər ki, küfrdadırlar, küfr edənlər deyəcəklər və yəqulul deyəcəklər. Ləvlə unzulə aleyhi əyətun min rabbih. Nə üçün Allah tərəfindən bir ayə, bir nişanə, bir möcüzə, bir dəlil gəlmir? Ayənin yarısı bura qədərdir. O bir ikinci hissəsində hələ işim yoxdur tariximə. Təsəvvür elə, Rəd surəsi Mədinədə nazil olan surədir. Mədinədə nazil olubdur. Artıq 10 ilə qədər Peyğəmbər təbliğat aparmışdı, bir çox insanlar İslama gəlmişdi. Bu boyda ayələrin nazil olmasını, bu boyda Peyğəmbərin bu hərəkətlərini, bu fəaliyyətlərini, indi bunların hamısını mənim burada toxunmağa nə gücüm çatmaz, nə vaxtım çatmaz da. O Məkkədə baş verən hadisələri, o tarixdə bir neçəsinə toxunmağa çalışırlar, möcüzə Allaha doğru addım ata insan. Ayənin bu hissəsi. Görürlər, amma fərqinə varmırlar bu öz yerində. Ayənin ikinci hissəsində belə bir söz keçir. Allah buyurur ki,
Auzu billahi mineşşeytanirracim. İnnemə ente munzirun və likulli qavmin had. Peyğəmbərimizə burada müraciət edir. Əvvəldəki deyir ki, küfr eləyən şəxslər deyirlər ki, Allah niyə bir dəlil, nişana göndərmir? Ardınca buyurur ki, İnnəmə ente munzirun. Həqiqətən ya Peyğəmbər, sən yalnız insanları çəkindirənsən, qorxudansan. İndi bu munzir sözünü bəzi tərcüməsilər qorxudan yazır, bəziləri çəkindirən, bəziləri təbliğat, fərq eləməz, çox mənalı sözdür. İnsanları günahdan, haramdan çəkindirmək nəzərdə tutulur. Eyni zamanda qorxudan mənası da var. Yəni, günahın cəzasından qorxutmaq və yaxud günahdan çəkindirmək. Hansı mənayı istəsən yoza bilərsən, bir işqalı yoxdur bunun. Sən yalnız munzirsən, çəkindirənsən, qorxudansan, وَلَكُلِّ قَوْمٍ حَادٍ. Və unutma ki, hər qövmin bir hidayət edəni var. Hər qövmin bir hidayət edəni var. Yaxşı, məgər Peyğəmbər hidayət edən deyil. Peyğəmbər nə üçün gəlibdir? İnsanları hidayət etmək üçün gəlibdir. Amma burada xüsusi bir vurğu ilə deyilir. Sən çəkindirənsən, hər qövmin bir hidayət edicisi var. Burada əzizlərim, hidayət edici, hər qövmin bir hidayət edicisi var deyiləndə, bu biraz geniş mənanı nəzərdə tutur. Burada o qövmləri hidayət edən şəxs, misal üçün, birinci mənada göstərilən təfsirlərin tam əksəriyyətində Əhl-i Beytə söykənən təfsirlərin tam əksəriyyətini yazır ki, Peyğəmbərimiz buyurdu ki, mən insanları günahdan qorxudaraq çəkindirirəm, onları hidayət etmək isə əmim oğlu, canişinim, xəlifəm əleyhissalamdır. İnsanların hidayət olunmağı ona bağlıdır. İndi burada bəzi bu, mən söz deyirəm, biraz istəyirəm bir neçə kəlmə toxunam o məsələyə. Bu, bizim cəmiyyətdə çox daha belə bir sözlər. Bir sözü deyəndə cürbəcür mənalara yozub, montaj edib, oraya-buraya sözlər deyirlər da belə. Yaxşı, Peyğəmbər hidayət edən deyil ki, bəs əleyhissalam hidayət edəndir. Bəli. Əleyhissalam o hidayətin bir vasitəsidir. O hidayətin bir göstəricisidir. Kim əleyhissalama və onun xilafətinə, imamətinə, vilayətinə etiqadı varsa, odur hidayət olunan, Peyğəmbər tərəfindən hidayət olunan şəxs odur. Yəni, əleyhissalam başda olmaqla burada Əhl-i Beyt nəzərdə tutulur. 14 məsum nəzərdə tutulur, əzizlərim. Bunlar bir meyardır, bir ölçüdür. İnsanların imanı bunlarla ölçülür. Hidayətlərinin dərəcəsi, ibadətlərinin dərəcəsi, özlərinin dərəcəsi, məqamı, hamısı bunlarla ölçülür, Əhl-i Beytlə ölçülür. Nə cür ölçülür? Yaxşı, mən bir adama qarşı mənim bir məhəbbətim varsa, bir adama qarşı müəyyən bir, belə deyək də, mövqedə dayanmışamsa, müsbət mövqedə, mən onun xoş günündə, şad günündə şad oluram, qəmli günündə qəmli oluram. Demək, mən onlara qarşı Əhl-i Beytə, 14 məsumə qarşı olan məsələlər, o şəxslər ki, deyir ki, nə bilim, biri deyir, nəyə ağlayırsınız, biri deyir, mədislər, nə bilim, cürbəcürdə belə dil uzadan da məsələlər var. Qardaş, mən bundan özümü göstəricimdir mənim. Mən onların şad günündə sevinirəm, bu deyil məscidimizdə, Allah salamat eləsin, qardaşlarımızın çoxu Ərbəyin yürüyüşündədirlər, məscidimizin xidmətçi qardaşlarımız. Xoş gəlmişsin, sahibi qardaşımız, əyləşib. Mövlud günlərimiz var, Mövlanın, Peyğəmbərimizin mövlud günü, Həzrəti Əlinin mövlud günü, Xanım Zəhranın mövlud günü. Baxın, burada o qardaşlarımız məscidin həyətində, işıqlar, bəzəkli işıqlar, məscidin içində gözəl tablolar filanlar. Çünki onların şad günündə biz şad olmaq istəyirik və qəmli günündə də qəmli olmaq istəyirik. Sadəcə çalışırıq ki, eləyək, özümüzü göstərək bu formada. Bu, onların göstəricisidir. Bu, onların göstəricisidir. Demək, bu günləri mən burada dayanıb, bu məscid üzr istəyəm ifadəmə görə, biz burada cəm olmuşuqsa bura, biz İmam Hüseyndən danışırıqsa, Ərbəyindən danışırıqsa, onun məqamlarından, məsələlərindən, məzlumiyyətindən, şəhadətindən danışırıqsa,
Demək, biz ona qarşı olan sevgimizdən onun qəmli günündə qəmli olmağa çalışırıq. Və sizləri mən çox yormaq istəmirəm. Bir məsələyə mən toxunmaq istəyirəm ki, necə ki, Quran-ı Şərifdə məşhur ayə var. Əksəriyyət insanlar da bu ayəni bilirlər. Məşhur qiyamət günündə hər kəs öz imamının arxasında Allahın huzuruna qaldırılacaq. Diqqət yetir. Hər kəs öz imamının arxasında Allahın huzuruna qaldırılacaq. Dəstə-dəstə gələn insanlar qarşıda öz rəhbərləri, tərəfdaşları onun arxasınca gələcək. 50 dənə izah verənlər var, 100 cür təfsir verənlər var. Kim nə deyir desin, üzr istəyirəm ifadəmə görə hər birinizdən, məsciddən, Allahdan üzr istəyirəm. Mən demək sözü insana yaraşmaz. Amma deyəcəm mən bu sözü. Mənim şəxsən mənim əqidəm budur ki, mən bəli, qiyamət günündə Həzrət Əli əleyhissalamın və onun övladlarından olan 11 imamın arxasında olmağı arzu eləyənlərdənəm. Mən istəyirəm ki, qiyamət günündə o imamların arxasında durum. Sən Həzrəti Yezid deyirsənsə, Həzrəti Maviyə deyirsənsə, eybi yox, nə olar? Allah qiyamət günündə səni onlarla həşr eləsin. Mən Həzrəti Əli deyirəm, Allah məni bununla həşr eləsin. Hər kəs öz imamının arxasında. Bax, məsələ buna bağlıdır. Mövzu çox genişdir. Ərbəyin günüdür. Ərbəyindən danışmaqla mən istəmirəm sizləri çox yoram. Biraz da qardaşımız da gəlib, artıq dincəlifdir. İstəyirəm ki, gözəl səsindən, nəfəsində məclisimizi daha da zeynətləndirsin, daha da rövləqləndirsin. Mövlamız İmam Hüseyin əleyhissalama aid olan rozələrlə, məsələlərlə inşallah söz verəcəm qardaşım Samirə. Allah bizləri bağışlamamış bu dünyadan aparmasın. Allah bizlərə bu dünyada Peyğəmbər və onun əhl-i beytinin ziyarətini, axirətdə şifaətini nəsib eləsin. Allah cümlə şəhidlərimizi İmam Hüseyin əleyhissalamla məhşur eləsin. İnşallah ki, Kərbalaya Vaqif qardaşımız vacib bir işi var idi, getdi, toxundu məsələyə. Elə Vaqif Kərbalayı özü xidmət göstərənlərimizin ən böyüklərindən biridir. Vaqif başda olmaqla nə qədər ki, məscidimizdə, məclisimizdə xidmət göstərənlər, zəhmət çəkənlər, kamera ilə çəkərlər, mikrofonların gətirib hazırlayarlar, belə məscidi belə gözəl sərgə sahmanla Seyid Mahir başda olmaqla çöldə qardaşlarımız, balalarımız nə qədər gözəl xidmət göstərirlər. Allah bunların hamısını mən böyüklərimizdən, babamın dilindən eşitdiyim bir söz deyəcəm. Bu duanı çox xoşlayıram mən. İmam Hüseyin əleyhissalamın dəftərinə yazsın. Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və Ali Muhammed və əccil faracəhım. Bir də xoş gəlmişsən, xoş gəlmişsən. Allah qəbul eləsin. Artıq məclisi buraxıram sənin nöhtənə. Məclisindən sonra sənin ixtiyarındadır. Allah səsinə, nəfəsinə bərəkət versin. Kərbəlayı Samir qardaşımızın özünün, ailəsinin salamatçılığına, ömrünün, elminin, nəfəsinin bərəkətli olmasından ötəri salavat zikr eləyək. Allah hacıdan razı olsun. Elminə, ömrünə bərəkət versin. Və belə gözəl ustadlarımızı, əzizlərimizi bizlərə çox görməsin inşallah. Və Allah bugünkü günü, bu əzadarlığı haqq İmam Hüseyin hörmətinə bizdən qəbul eləsin inşallah. Və Ərbəyin həsrətində olanlar, Kərbəla arzusunda olanlar, İmam Hüseyin əleyhissalamın arzusunda olanlar, həsrət çəkənlər, gedib getməyənlər. Allah siz əzlərə, gedənlərə də, getməyənlərə də Kərbəla nəsib eləsin inşallah. Gedənlərimiz də sağ salamat qayıdıb gəlsinlər vətənə.
Allah ziyarətlərin, duaların bihəqq İmam Hüseyin qəbul eləsin. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed Ali Muhammed ucalı səlavat hədiyyə elə. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Esselamu aleyke ya Eba Abdillah. Esselamu aleyke ya garib el-vatan. Esselamu aleyke ya aziz Zahra. Kerbela'da kesilen başına bet şana salam. Gün qabağında qalan peykeri üryana salam. Kerbela'da su yanında suya hasret bakana, su kenarında susuz kanına galtana salam. Kerbela'da bacısı Zeynep'i çok ağladana, Zeynep'i hicriyeden didəsi giryana salam. Kerbela'da rəhi canan da candan keçənə göndərən əvvəl Ali Əkbər meydana salam. Kerbela'da uca boy qardaşı şərməndə olur, nəhri əlqəmdə batan peykər yalqana salam. Əssalam ey hak deyib rahi həqiqətdən gedən, Əssalam ey itrətin çöllərdə sərgərzdan edən, Əssalam ey qəlbi pak Müstəfanın parəsi, Əssalam ey öz əliyle oğluna xələt biçən, Əssalam ey su yerinə ləxtə qan içən,
Hüseyin, bu camiden sana salam olsun. Ağa, bugün 40 gündür kardeş bir kararım. Hanım Zeynep'in çok çətin, məşəqqətli günlərdir bu günlər. Artıq yetişib ərbəyin xanım Zeynəb əsrlər kərvanı gəlib çatıb Kərbəlaya. Qəmdən qocalan Zeynəb, qaməti bükülən Zeynəb gəlib qardaş sorağına. Bugün 40 gündür qardaş bir qərarəm. Mümkündür ışıqları söndürək, heç olmasa bu ağları söndürək, qırmızılar qalsın. Bugün 40 gündür qardaş bir qərarəm. Bugün 40 gündür hicrana düçarəm. Bugün 40 gündür Zeynep dil qəmindir. Oyan qardaş, oyan dur, ərbəyindir sen. Bugün 40 gündür çöllərdən əsirəm. Bugün 40 gündür çöllərdə əsirəm. Sen can, sana mənzil və mənzil dəstigirəm ay qardaş. Mezarın üstə gözdə su gətirdim. Bir də dil qəmin ağı gətirdim. Mənim xurşid eşqim batma qardaş. Ayağa dur, məni ağlatma qardaş. Mənə dur, Əkbərimdən bir xəbər ver. Qardaş Əli Əzğərimdən bir xəbər ver. Bugün 40 gündür sinəmdə közüm var. Hüseyin, sənə bacın Zeynəb qurban, bir ərbəyin qardaş sözüm var, sözüm var. Oyan şəmi vəfanı bir alışdır. Bu yollar yorgunum, bir de dalışdır ay kardeş. Zeynep'in sana kurban, sen yorulmuşam ay kardeş. Vurulmuşam ay kardeş, döyülmüşam ay kardeş. Çöllerde Zeynep ve Zezmir ay kardeş. Bugün 40 gündür alem gərq qəmdi. Bugün 40 gündür gülşəndə xəzan var. Bugün 40 gündür düşmən kam alıbdı. Sen bacın çöllerde sergerdan, kalıbdı.
qalıbdı qardaş. Bugün 40 gündür sinəmdə fəqan var. Sen yaralı peykərü başsız qalıbdı qardaş. Bacıl zülm ilə qardaşsız qalıbdı qardaş. Bu gül 40 gündür qəlbim qandı qardaş. Bacımlar fəraqə yandı qardaş. Nişan oldu dodağın xeyzəranə. Bacın odlandı qaldı yana yana. Ay qardaş, ay qardaş. Diyar Şam'da soldu baharım. Məni tək qoydu xırda qəm qısarım. Bugün 40 gün Zeynəbi 40 il qocatdı qardaş. Bu 40 gün başıma qəmlər töküldü qardaş. Sen ucaldın sen benim qəddim büküldü qardaş. Sana Zeynəb'in qurban sen ya sen. Dur nevaya geldim, ölmedim. Kerbela'ya geldim. Erbeğin tutmak azizim. Kabrin üstə əzaya geldim. Ayrılık qəmli sərniviştim mənim. Zeynəbəm Kərbəla behiştimdi mənim. Zeynəbəm Kərbəla behiştimdi mənim. Oyan qardaş, oyan qardaş, oyan qardaş, oyan qardaş. Bunu deyə bilərsən məndən bahəm. Oyan qardaş, oyan qardaş. Ey Hüseyin, ey Məhi Mədinə, bir nəzər eylə bu həzinə. Qəbrdə yatma dur amandır. Zeynəb'in gəldi ərbəyinə. Həmd ola hasıl oldu eyyam-ı vüsal. Dur danıştır məni Hüseyin könlümü al. Dur danıştır məni Hüseyin könlümü al. Oyan qardaş, oyan qardaş, səsvə qurban. Oyan qardaş, oyan qardaş, qurban olaram səsvə. Oyan, bəh bəh, oyan, ərbəyinə gedəsən. Oyan qardaş,
bu həmən dəşti qəm fəzadı Sər bə sər naləvün əbadı Qəmlidir sənəsi fəratın Su demə ateşin əzadı Nəhri əlqəm axır ələz başına Baxmır et Zeynəbin axan göz yaşına Baxmır et Zeynəbin axan göz yaşına Oyan qardaş Səs və qurban Oyan qardaş Bir də qurban olaram Oyan Səs və qurban Oyan qardaş Oyan qardaş Dərdimin dərmanısan Eşqimin sultanısan Dərdimin dərmanısan Eşqimin sultanısan Dərdimin dərmanısan Eşqimin sultanısan Dərdimin Səs və qurban eşqimin Bundan da uca dərdimin dərmanısan eşqimin Qurban olaram dərdimin Qurban olaram ya Hüseyin səs ver əzali Zeynəbə Ya Hüseyin səs ver əzali Zeynəbə Nizədən bir bax vəfalı Zeynəbə Nizədən bir bax vəfalı Zeynəbə Gözlərim qurban yaralı başıva Gözlərim qurban yaralı başıva Ver nəfəs qəlbi yaralı Zeynəbə Ver nəfəs qəlbi yaralı Zeynəbə Dərdimin dərmanısan Eşqimin sultanısan Dərdimin Qurban olaram səsvə Eşqimin Uca dərdimin Eşqimin Bir də dərdimin San kufiler peymanların sındırdılar Kufiler peymanları sındırdılar Sineyi hürriyeti yandırdılar Sineyi hürriyeti yandırdılar Gördüler Kur'an okursan nizede Gördüler Kur'an okursan nizede Her taraftan başıma taş vurdular Her taraftan başıma taş vurdular Derdimin dermanısan Eşkimin sultanısan Derdimin Ses ve kurban eşkimin Uca derdimin Bir de kurban olum derdimin Musan Gülşen'in heşre kimi solmayacak Gülşen'in eşre kimi solmayacak Erşi ve kara bulut dolmayacak Erşi ve kara bulut dolmayacak Log eşayesi
titrəyir qəlbim sən reyhan kimi, titrəyir qəlbim sən reyhan kimi, lütf elə qardaş oxu kəfayəsi, lütf elə qardaş oxu kəfayəsi, dərdimin dərmanısan, eşqimin sultanısan. Bir de kurban olum derdimi, bir de derdimi, oyan ey Fatime'nin canı oyan, oyan ey Fatime'nin canı oyan, Zeynep'in yareli sultanı oyan, Zeynep'in yareli sultanı oyan, kabr ve gamli bacın su getirip, kabr ve gamli bacın su getirip, Kerbela'nın şahi şanı oyan, Kerbela'nın şahi şanı oyan, yaralı can yaralı, sana kurban yaralı, yaralı can yaralı, sana kurban olaram, yaralı can yaralı, sana uca yaralı, yaralı, yaralı. Yaralı oyan ey Fatime'nin canı oyan, oyan ey Fatime'nin canı oyan, Zeynep'in yareli sultanı oyan, Zeynep'in yareli sultanı oyan, kabr ve gamli bacın su getirip, kabr ve gamli bacın su getirip, Kerbela'nın şehit şanı oyan, Kerbela'nın şehit şanı oyan, yaralı can yaralı, sana kurban yaralı, 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 senin sesve kurban yaralı, 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 bir de kurban olum yaralı, 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 anamın elde ölen oğlu Hüseyin, anamın elde ölen oğlu Hüseyin, gelmişem burada salam şiven uşen, gelmişem burada salam şiven uşen, gerçi Abbas'ın uzak yerde yatıp, gerçi Abbas'ın uzak yerde yatıp, haremi eşkidi beynol haremin, haremi eşkidi beynol haremi, yaralı can yaralı, sana kurban yaralı, yaralı, sesve kurban sana erbeyinde okuyasan yaralı, bir de uca yaralı, 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 laleler yareli gülşen yaralı, laleler yareli gülşen yaralı, gelmişem ey başı tenden aralı, gelmişem ey başı tenden aralı, hanceri şimri kesip ellerimi, hanceri şimri kesip ellerimi, ya Hüseyin sen yaralı ben yaralı, ya Hüseyin sen yaralı ben yaralı, yaralı can yaralı, sana kurban yaralı, 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 sana kurban uca yaralı can yaralı, sana uca yaralı can yaralı, sana yaralı, kalbide eşkimi ben beslemişim, kalbide eşkimi ben beslemişim,
Her zaman zikreleyip səsləmişəm. Her zaman zikreleyip səsləmişəm. Bacımın təqsirini əff eləsən. Bacımın təqsirini əff eləsən. 3 yaşında balığı getməmişəm. 3 yaşında balığı getməmişəm. Yaralı can yaralı sənə qur. Uca yaralı can yaralı sənə qur. Uca yaralı can yaralı sənə qur. Gəldim sen vay deyəm, əsxərə lay lay deyəm. Gəldim sen vay deyəm, əsxərə lay lay deyəm. Gəldim sen qurban olaram, gəldim sen deyəm. Ey səsimə səs verənim aç gözün. Ey səsimə səs verənim aç gözün. Yusuf-i birəhənim aç gözün. Şahid xuni kəfənim aç gözün. Şahid xuni kəfənim aç gözün. Həm sənə mehman həmizə varuvam. Həm sənə mehman həmizə varuvam. Gəldim sen vay deyəm, əsxərə lay lay deyəm. Uca gəldim sen bundan da uca gəldim sen Nehri Ferhat'ın suyu heyran akır. Nehri Ferhat'ın suyu heyran akır. Eşkir babın odu her an akıyor. Eşkir babın odu her an akır. Vay yüreğinden bacımın kan akır. Vay yüreğinden bacımın kan akır. Dursun verim qəmli pərəstarıvəm. Dursun verim qəmli pərəstarıvəm. Gəldim sen vay deyəm, əsxərə lay lay deyəm. Qurban olaram, gəldim sen bir də gəldim sen mən başıma qavra salan Zeynəbəm. Mən başıma qavra salan Zeynəbəm. Köynəyün əllərdən ala Zeynəbəm. Köynəyün əllərdən ala Zeynəbəm. Həm qocalan, həm ucalan Zeynəbəm. Həm qocalan, həm ucalan Zeynəbəm. Yoxdur əbəl fəzlün ələm darıvəm. Yoxdur əbəl fəzlün ələm darıvəm. Gəldim sen vay deyəm, əsxərə lay. Ca gəldim sen eşqvə qurban olaram, əsxərə lay lay. Bir də gəldim sen Demə ifam eləyib gəlmişəm. Demə ifam eləyib gəlmişəm. Kufədə qoğal eləyib gəlmişəm. Düşməni rüsvan eləyib gəlmişəm. Düşməni rüsvan eləyib gəlmişəm. Haqqımı ehyan eləyən yarıməm. Haqqımı ehyan eləyən yarıməm. Gəldim sen vay deyəm, əsxərə lay lay deyəm. Gəldim sen
Əsğərə lay lay desələr min kitab, əsğərə lay lay desələr min kitab, olmaz ana Leyla'ya ey xoş məab, neynim uzaqda dayanıbdır bab, neynim uzaqda dayanıbdır bab, səslür ağa məndə diləfkarıvəm, səslür ağa məndə diləfkarıvəm, gəldim Hüseyin vay diyəm, əsğərə lay lay diyəm, gəl. Qurban olaram səsvə, maşallah yorulma, gəldim Hüseyin, diyəm mən bu çölün aşık şeydasıyam, mən bu çölün aşık şeydasıyam, Zeynəb adım Qafiqə mən qasıyam, Kərbəlanın qoca Zəhrasıyam, Kərbəlanın qoca Zəhrasıyam, anam kimi məhrəmi əsrarıvəm, anam kimi məhrəmi əsrarıvəm, gəldim Hüseyin vay deyəm, əsğərə lay uca, gəldim Hüseyin uca, gəldim Hüseyin, bundan da uca, gəldim Hüseyin vay deyəm, ey qəmlər aşinası, ey qəmlər aşinası, ey vay Hüseynim ey vay, ey vay Hüseynim ey vay, bağlanmayan yarası, bağlanmayan yarası, ey vay Hüseynim ey vay, ey vay Hüseynim ey vay, ey vay Hüseynim ey vay. Vay ey vay Hüseynim ey vay, ey vay. Səs və qurban ey vay Hüseynim ey vay. Ey vay Hüseynim ey vay, ey vay Hüseynim ey vay, ey yâr-ı nişanın, ey yâr-ı nişanın, salar qəhrəmanı, salar qəhrəmanı, var dildə ələmanım, var dildə ələmanım, gör kimdir sarıbanım, gör kimdir sarıbanım, dur ver əzan dalınca, dur ver əzan dalınca, yollandı karivanım, yollandı karivanım, ey vay Hüseynim ey vay. Ey vay Hüseynim ey vay, ey vay Hüseynim ey vay, ey vay. Bundan da uca ey vay. Oldu əsir uşaqlar, oldu əsir uşaqlar, qürbət çəkən qonaqlar, qürbət çəkən qonaqlar, Zeynəb cahanı dağlar, Zeynəb cahanı dağlar, əşqiniz ağrəvalar, əşqiniz ağrəvalar, qoyaqlıyım doyunca, qoyaqlıyım doyunca, qardaşə bacı ağlar, qardaşə bacı ağlar, ey vay Hüseynim ey vay. Səs və qurban ey vay Hüseynim ey uca, ey vay Hüseyin, vay ey vay Hüseynim ey vay, ey vay. Ey vay Hüseynim ey, bir de ucadan ey vay Hüseynim ey vay. Bir tane de oxuyaq, tamam olsun inşallah. Kərbəla dəştinə qəmli karivan gəlir, Kərbəla dəştinə
Qəmli karivan gəlir, dur ya Hüseyn Zeynəbin qaməti kaman gəlir, dur ya Hüseyn Zeynəbin qaməti kaman gəlir. Qızların nağələr üstə dil kebabıdır, dağdaşı ağladan binə var babıdır. Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Səs və qurban olaram. Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, Hüseyin, Hüseyin ağlar sənə Zeynəbin ey nigar-ı məhliqa. Qəbrin nə xoş nəqşidir, qəbri və gözüm fəda. Axar Hüseyin ölmədim, qismət oldu Kərbəla. Axar Hüseyin ölmədim, qismət oldu Kərbəla. Ömrüm nə qədri ola, sağlaram sənə əza. Qəbribin türbəti aberud Zeynəbə, Kərbəlada ölə arzud Zeynəbə. Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin. Sizə qurban. Bir məhd oxuyacam, tamam. Ya Hüseyin, ya bir də ya Hüseyin. Hüseyin gerçi veribsən şərəf, ey şəhi hərəm mənə. Bu dəşti barıda çox çatıbdı qəm mənə. Burada Əbəl Fəzlidən çatdı bir ələm mənə. Burada Əbəl Fəzlidən çatdı bir ələm mənə. Baxdı mənim halimə, ağladı anam mənə. Vurdular başıma, taziyana dinmədim. Qəlbimi etdilər, şana şana dinmədim. Vurdular başıma, taziyana dinmədim. Qəlbimi etdilər, şana şana dinmədim. Ya Hüseyin, ya Leyla basıb bağrına qəbri pak əkbəri. 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 Lay lay deyir oğluna başda qara məcəri. Ağlayan baş yolan qızlarım fəda sənə. Xuncugar Zeynəbin sağlayar əza sənə. Ağlayan baş yolan qızlarım fəda sənə. Xuncugar Zeynəbin saxlayar əza sənə. Ya Hüseyin, ya Hüseyin, Hüseyin, Hüseyin. Bir də ya Hüseyin, ya Hüseyin, Hüseyin, Hüseyin.
اللهم صل على محمد وآل محمد. يا أبا عبد الله يا ابن رسول الله يا حسين بن علي يا حجة الله على خلقه يا سيدنا ومولانا إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيها عند الله اشفع لنا عند الله يا وجيها عند الله اشفع لنا عند الله يا 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 أرحم الراحمين يا أكرم الأكرمين İlahi el götürmüş dergahına, yayınçı ağladık, yayınçı gamcin olduk ilahi. Bu eza meclisim bizlerden âli derecede kabul eyle. İlahi bizleri hem bu dünyada hem ahirette Peygamber âli peygamberle mahşur eyle. İlahi İltiması dua edenlerimiz var, hastası olan, müşkülü olan, sıkıntısı olan, dikkat nazarımızda olanlar başta olmakla cümlesini hall reva eyle. İlahi bizleri bağışlamamış bu dünyadan aparma. İlahi bizleri hem bu dünyada hem ahirette peygamber âli peygamberle mahşur eyle. İlahi cümle şehitlerimize garik rahmet karar ver. Onların valideynlerine, evlatlarına sabr eyyub inayet eyle. İlahi askerlerimizi yerin göğün afatı belasından, düşman güllesinden, düşman hilesinden amanda karar ver. İlahi evlad arzusunda olan ailelerimiz var. Tezliyle ameli salih evlad nasip eyle. İlahi evinden, ailesinden uzakta olan insanlar var. İşlemeye giden, okumaya giden, her bir nöyrozu dalınca uzakta olan insanlar var. İlahi sağ salim ehli ayallarına kavuştur. İlahi dini İslam'a kuvvet ver. Dinin düşmanlarını mahv nabud eyle. İlahi ölçemizden giden zavvarlar başta olmakla cümle İmam Hüseyin aleyhisselamın ziyaretçilerinin ziyaretlerini âli derecede kabul eyle. Özlerini sağ salim vatanımıza döndür. İlahi arzusunda olup gidebilmeyenlerimize de İmam Hüseyin aleyhisselamın ziyaretini nasip eyle. İlahi herkes bir İmam Hüseyin aleyhisselama azadarlık eyler. Sine vurarıq, mersiye okuyarıq. İlahi bunları bizlerden âli derecede kabul eyle. İlahi zindanlarda olan mehbusların müşküllerini halleyle. İlahi kalbimizden kesip dilimize getirdiğimiz, kalbimizden kesip dilimize getirmediğimiz günahlarımızı dualarımızı müstecab karar ver ya Rabbel Alemin. Bismillahirrahmanirrahim. Allahümme kulli velikal Hüccet ibnil Hasan
صلواتك عليهم وعلى آبائهم في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرزك توعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين اللهم صل على محمد ve Ali Muhammed. Ettiğimiz duaların, ettiğimiz azadarlığın, vurduğumuz sinələrin, oxunan nuhaların, bu məclisimizin savabından cümlə şəhidlərimizə, dünyasını dəyişmiş valideynlərimizə, haqqı boynumuzda olan ustad-ı müəllimlərimizə, qonşularımıza, beyvarislərə pay olsun deyə Əl-Fatihə.